Salam. Mən dəfələrlə NIP testi haqqında, NIP testi nəyi aşkarlayır, bunlar haqqında məlumatlar vermişəm, amma bugünkü danışığım biraz NIP testinin önəmindən, NIP testinin niyə verilməsi haqqında olmasından və hamilələrə bir növ çağırış kimidir. Əziz hamilələr, əgər sizdə ikili, üçlü və yaxud da ki, dördlü testlərdə hər hansısa bir şübhə çıxıbsa, məsəl üçün Down sindromu çıxıbsa, növbəti mərhələdə biz mütləq NIP testi verməliyik. Mütləq. Əgər NIP testdə də biz yenə şübhə yaransa ki, Down sindromu olma ehtimalı var uşağın, biz artıq növbəti mərhələ kimi amniosintez mərhələsinə keçməliyik. Bəzən hamilələr bu şübhəli çıxan cavablara biraz etinasız yanaşırlar və direktimə gələn sualların çoxusu bu haqdadır ki, bəs doktor, dördlü testimdə, üçlü testimdə və yaxud da ki, ikili testimdə Down sindromuna şübhə çıxıbdır, lakin mən NIP testi vermək istəmirəm. Siz nə məsləhət görərdiniz? Mən buradan hamilələrə səslənmək istəyirəm ki, əgər sizin bu prenatal ikili, üçlü, dördlü testlərinizdə Down və yaxud da ki, digər xromosomal sindromlara şübhə çıxıbsa, mütləq NIP testi verilmənizi məsləhət görürəm. NIP testi Down sindromu 99% hallarda təsdiq